Vaxtınız xeyir olsun. Mən üzümü tuturam Azərçayın rəhbərliyinə. O çay mənə Cəbrayıllı Hüseyin sevdirdi. O Əhmədi də işlərdi rəhməti. Fotofokusun müdür mavini. Gözəl saydı. Pekoye Məhməli. Bu saman onunla yaxşıdır. 6 aydır. Ne de saman kimidir. Rəng yanmır. O belə makka kimi var. Onda adam çay dəmdirə. Rəngi çıxmır. Ayıbdır. 3 manat 10 qəpik qoymuş qiymət 100 qramlığı. 225 qram 6 manat 55 köpünə. Cəmaatı niyə anlatsız? Elə ki şöhrət qazanandan sonra saman başladı bırakmağa. Necə bəzi o təndir çörəkləri bıraxanda əvvəl iri təndir çörəyi pişirir ne boydana. Peyraşçı pişirir biri ne boydana. İkisini yeyini doyurur. Sonra başı zaynası bırakmağa. Adısı məhv eləməyim, körləməyim adısı. Polis südəsə də çıxmış Azərçay. Belə şeyləri ləğv edin. Mən özüm Lənkəranın İstisti qəsəbəsində. Kirov çay soxanda orada böyük gəlmişəm. Bir nömrəli çay fabriki bizə yaxın olur. Yığışdınız xalqı anlatmıyor. Nədir o? Saman bıraxdı, saman.